Deməli, Azərbaycanda son 90 ildə doğum statistikası ən aşağı göstəriciyə düşüb. Söhbət nədən gedir? 35-ci ildən bəri Azərbaycanda deməli əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 10 nəfər olub. Yəni ilk dəfə bu il bu rəqəm qeydə alınıb. Ən yüksək göstəricimiz 60-cı ildə olub. Deməli, hər 1000 nəfərə 42,6. Təsəvvür edin, 4 dəfə geriləmə var və müqayisə üçün qonşu ölkələrin statistikasını diqqətə çatdırıram. Ən yüksək göstərici, ən yaxşı göstərici İrandadır. İkinci göstərici Ermənistandadır. Yəni İranda 13, Ermənistanda 12 hər 1000 nəfərə düşən uşaq göstəricisi. Gürcüstanda 11, Türkiyədə 11, Azərbaycanda 10, Rusiyada 9. Və maraqlı bir statistikada odur ki, Azərbaycanda abortların sayı çox artır. Həmçinin də nikahdan kənar övlad dünyaya gətirmələrin sayı artır. Bunun səbəbi nədir? Əvvəla, məsələnin birinci tərəfi odur ki, bu uşaq dünyaya gətirmə stimullaşdırılmasa xeyri yoxdur. Təsəvvür edin ki, Rusiya bu qədər vəsait xərcləyir. Rusiya ilə bizim aramızda bir rəqəm fərq var. Demək ki, artıq bizim ölkədə demoqrafik prosesin səviyyəsi, geriləmə səviyyəsi, belə deyək, Rusiya ilə qonşu pillədədir. Və biz nə etməliyik? Təbii ki, uşaq pulu verməliyik ki, insanlar övlad dünyaya gətirmək istəsin. Əvvəllər 2 uşaq olanda hamı deyirdi, bəs indi artıq bir övladı dünyaya gələn ailələr ikinci övladı dünyaya gətirmək istəmirlər. Söhbət şuurlu, normal, zəkalı düşünən ailələrdən gedir təbii ki. Çünki iqtisadi şərtlər artıq 2 övlada baxmağa çox, belə deyək, baxmağı çox məşəqqətli, çətin bir prosesə çevirir və dövlət bir an öncə bu məsələyə necə deyirlər, əl qoymasa bu rəqəmlər getdikcə belə deyək, daha da geriyə gedəcək. Sən təsəvvürlə ki, 90 il ərzində yəni ən geri, ən zəif göstərici bu il qeydə alınıb. Və mən inanıram ki, və təəssüf edirəm həm də ki, yaxın 5 ildə bu göstərici 10-dan hətta 5-ə enəcək və beləliklə biz belə deyək, qonşu ölkələr arasında yəni axırdan ikinci yerdəyik, bir daha qeyd edirəm. Ermənistan isə əvvəldən ikinci yerdədir. Yəni bax, belə bir vəziyyət var və ümid eləyək ki, belə deyək, aidiyyatı şəxslərin, qurumların marağında olacaq bu məsələ.